təzyiq bölməsinin izahını verəcəm. Deməli, uşaqların imtahanlarda əziyyət çəkdiyi bölmələrdən biridir. Deməli, personal pronounla başlayıram. Personal pronoun sanslardır. Deməli, I, you, he, she, it, we, you, they. Baxırsınız, deməli, to be ilə uzlaşmasında yazdım, qeyd etmişkən. You are-la uzlaşır, he, she, is ilə uzlaşır. We are, you are, eyni qaydada they are. Amma başqa bir deməli, feillərlə uzlaşdırsaq, tutaq ki, götürək writes feilin. Baxın, write olacaq. I am right yan-yana yazmayayım, qarışdırmayasın. Baxın, I am your. Deməli, he, she, it is, we are, you are, they are. Deməli, baxırıq, başqa bir feil yazası olsam, tutaq ki, I write, you write, he, she writes olur, yeri gəlmişkən. Deməli, üçüncü şəxsdə biz writes yazırıq. We write, you write, they write. Bunları da qeyd etdim. Deməli, baxırıq, burada I mən deməkdir, mən. You sən deməkdir. He, she, it o deməkdir. He deməli kişi cinsidir. She qadın cinsidir. Və deməli it də orta cinsdir. We biz deməkdir. You siz. They də deməli onlar deməkdir. Gördünüz ki, you həm sən həm də siz deməkdir. İsimlə əlaqəli bir şey versəm burada, baxın, you gəlin ayırd eləyək. İmtahanlarda bu cür bir test tipi ilə rastlaşmışam. Baxın, you are a teacher, you are deməli teachers. Baxın, burada article təkdə, isim təkdədir, a teacher. Burada tərcüməsi sən deməkdir. Digər tərəfdə isə tərcüməsi siz deməkdir. Deməli, şəxs əvəzləri görürsünüz, cümlənin mübtədası olur və özündən sonra feil gəlir. Yazıram bura, özündən sonra feil. Gördünüz, deməli, I write, you write, he, she, it writes, we write, you write, they write. Deməli, əlavə olaraq buradan nəyə fikir veririk? Baxırıq, deməli, obyekt əvəzliklərinə baxaq. Objective, bir dəqiqə, deməli, baxın. Şəkildə bunu silim buradan. Aha. Deməli, baxırıq. Objective pronouns. Objective pronouns. Aha. Əvəzik. Obyekt əvəzikləri. Deməli, burada da me, you, him, her, deməli, it və yenə us, deməli, sonra you və dem şəklində işlənir. Baxın, buradan deməli, kişi cinsi ilə qadın cinsini qatanlara belə bir qayda verirəm. Deməli, rahim şəklində bunu yadınızda saxlaya bilərsiniz. Baxın, deməli, rahim şəklində yadınızda saxlayırsınız. Rahim. Deməli, burada yəni him yadınızda saxlayırsınız ki, kişi cinsidir. Və digər tərəfdən deməli, Yunan mifologiyasında belə bir ad var, Hera. Hera sözündən də deməli, yadınızda saxlaya bilərsiniz ki, bu deməli nədir? Heradan da yadınızda saxlayırsınız ki, Hördə deməli, qadın cinsidir. Rahim, Hera, ümid edirəm ki, bu sizin üçün bu qaydanı daha yadda qalan edər. Baxın, Rahim, Hera, aha, dedik, bunu bura yazdıq. Deməli, əlavə, bəzilərinizə gülünc görünə bilər, amma həqiqətən deməli, bu müəyyən üsullar var ki, onlarla daha yaxşı yazıda saxlaya bilərsiniz. Əlbəttə ki, bu öz seçiminizdir. Yadında kim başqa asan yolunu bilirsə, yaxud da ümumiyyətlə ilə yadında qalırsa, bunlara ehtiyac yoxdur. Deməli, Rahimi yadınızda saxlasanız, onun him kişi cinsidir. Biləsiniz ki, hör qadın cinsidir. Rahim, Hera. Bu belə, deməli, əlavə olaraq burada nəyə fikir veririk? Deməli, mi, mənə, məni deməkdir. Mənə, məni. Obyekt nə deməkdir? Yəni tamamlıq deməkdir. O da görürüz ki, sənə, səni, yəni cümlədə necə tərcümə olunur? Baxın, onu, ona, deməli aşağıya gəlirəm. Bizi, bizə, sizi, sizə və demi yazıram. Deməli, onları, onlara.
deməli əvəziklərin xüsusiyyəti nədir? Bu əvəzi işlənir feildən və söz öndən sonra. Söz önü nədir bəs? Söz önünü bilmirsinizsə, deməli, əvvəlcə sizin feil bazası olmalıdır. Yəni, bilməlisiniz ki, hansı sözlər feil? Feillər əzbərləməli. Digər tərəfdən söz önü ilə tanış olmalı. Söz önünün nə olduğunu bilməsə, deməli, əlbəttə ki, bilməyəsiniz. Tanış olmalı. Mən məsləhət görürəm ki, daha çox sizə lazım olan feilləri, tutaq ki, əgər aşağı bazanız, səviyyəniz zəifdirsə, aşağıdan başlayırsınız. Tutaq ki, keep, write. Bax, bu cür gündəlik işlənən feilləri deməli öyrənsəz daha yaxşı olar. Keep, write, read. Ondan sonra, məsələn, tutaq ki, sing, answer, ask. Bu cür feilləri əzbərləyin. Yəni, bu siyahını uzatmaq olar. Söz önü ilə tanış olmalı. Söz önü for, with, ilə lalə deməkdir. On, at, in və yaxud da ki, without. Baxın, bunları deməli. Yəni, müəyyən tanışlığınız olmalı. Söz önlər haqqında ən azı söz önləri əzbərləyin ki, söz önü dedikdə mən hansı sözü görəndə, tutaq ki, ondan sonra bunu verməliyim. Deməli, feillərdən sonra gəlir və söz önünə işlər. Baxın, indi burada nəyə fikir veririk digər tərəfdən? Baxırsınız, burada, deməli, əgər mən burada feili ortaya yazası olsam, tutaq ki, mən burada ortaya feil yazası olsam, feil. Deməli, onun birinci tərəfinə mən yazacam şəxs əvəzliyi. Deməli, digər tərəfinə yazacam obyekt əvəzliyi. Deməli, yəni bu nə deməkdir? Bir dəqiqə bunu bu rəngdə verməməliydim. Baxırsınız. Deməli, obyekt əvəzliyi. Baxın, bu nə deməkdir? Tutaq ki, burada yazıram. I love her. Deməli, I görürsünüz şəxs əvəzidir və love-ın birinci tərəfindədir. Yəni, bu tərəfdə. Digər tərəfində isə obyekt əvəzliyi, yəni feilin əvvəlində hərəkəti icra edən şəxs əvəzliyi, ondan sonra isə deməli, bizə feildən sonra isə obyekt əvəzliyi yazılır. Yaxud ki, belə bir şey yazım. Yazıram ki, I deməli, bought, tutaq ki, a pen for him. Onun üçün deməli bir qələm aldım. Baxın, burada da fordan sonra him yazmışam. Baxın, bəzən nəyə qatılır? Tutaq ki, burada verib belə bir cümlə yazır ki, I, tutaq ki, gave a book for her. Her yazmayaq. Tutaq ki, yazıram ki, your birthday. Tutaq ki, aşağı bazalı uşaqdır. Yazır ki, bura deyir for veribdir də. Burada for vardı. Mən niyə götürüb bura yazım ki, tutaq ki, your birthday. Baxın, axı, siz bilirsiniz, nəyə fikir verməlisiniz? Söz önündən sonra, nöqtədən sonra isim gəlib, olub olmadığına da fikir verməlisiniz. İsim əgər varsa, bu zaman isim deməli, burada bizim birinci baxmalı olduğumuzdur. Yəni, biz baxmalıyıq, orada olduğumuzdur. Burada əgər isim vardırsa, biz onu götürməliyik. Və bunlara da diqqət edin. Yəni, isim varsa, o zaman biz baxacağıq, digər başqa bir əvəzlik verəcək. Deməli, digər tərəfdən deməli, nəyə baxırıq? Baxın, burada veribdir it. It deməli, oldu həm şəxs əvəzliyi, həm də deməli, obyekt əvəzliyi. Əlavə olaraq dedik necə tapacağıq? Deməli, it əgər feildən əvvəldədirsə, o zaman biz veririk. Deməli, şəxs əvəzliyi, yox, əgər feildən sonradırsa, veririk obyekt əvəzliyi. Bu belə, biz digər tərəfdən deməli, nəyə fikir veririk? Baxın, deməli, burada bizim, me haqqında danışdıq, him, us, you, them. Yəni, çox bunu görəsiniz mürəkkəb tamamlıq deməli, tipli, quruluşlu cümlələrdə. Deməli, baxırsınız, gəlirik buradan biz possessive pronouns'a.
Possessive pronouns. Possessive pronouns yəli əvəzliyidir. Baxın, possess sözü sahib olmaq deməkdir. Deməli, baxın, possess sözü, bir dəqiqə, possess sözü sahib olmaq deməkdir. Əlavə olaraq bölünür iki yerə. Deməli, dependent form, bir də absolute form. Dependent form o deməkdir ki, deməli, depend asılı deməkdir. Asılı da o demək ki, bu isimlə işlənəcəkdir. Yəni, isimsiz işlənə bilməyəcəkdir. Onda gəlin mən dependent form haqqında danışım. Deməli, dependent form nədir? My, your, her, his, its, yanına yazım eyni. Its deməli, our, your, their. Baxırsınız. Deməli, burada my, your, her. Bunlardan sonra nə gələcəkdir? Deməli, gələcəkdir bunlardan sonra. Baxın, isim. İsim gələcək bunlardan sonra. Deməli, digər tərəfdən nəyə fikir veririk? Baxırsınız. Deməli, isim gələcəkdir özündən sonra və asılı forma haqqında indi, daha doğrusu müstəqil forma haqqında məlumat verim. Absolute form. O isə isimsiz işlənəcəkdir. Yəni, cümləni istənilən hissəsində isimsiz formada verə bilərsiniz. Yours, deməli, her, his, hers daha doğrusu, hers, his, its, gəldi aşağıdan deməli, ours, yours, baxın, yours və theirs. Bunları bu formada veririk. Deməli, nədən yazıda saxlayırsınız? Baxın, dependent form. Baxın, burada belə bir şey yazıram. R hərfini gözünüzün deməli qabağında canlandırıb yazıda saxlayırsınız. R hərfi. Baxın, bu nə deməkdir? Deməli. Bir dəqiqə. Buna fikir veririk. R hərfi. Deməli, R hərfi burada sizə ipucudur. Baxın, your, R ilə bitir, her, R ilə bitir, our, your, their. R hərfləri sizə kömək olur. R ilə bitir. Əvvələ bunu yazın. Çoxu R ilə bitir. Deməli, və ondan əlavə burada deyəsiz ki, S ilə bitənlər də var. Baxacaq, görəcək ki, S ilə bitənlər əslində ortaq olanlardır. Bunu mən burada izah edəcəm. Burada da, deməli, elə siz S-i yadınızda saxlayasınız. Burada da, deməli, S hərfidir bizə ipucu. Baxın. Deməli, burada da bizə ipucu S ilə bitir. S ilə bitir. Bu belə. Deməli, belə yadınızda saxlayasınız. Mine onsuz asaniyat da qalır. Baxın, mine. Deməli, məncə bu çox yerdə rastlaşsa my'dir, mine'dir. Bunu məncə bilərsiniz. Deməli, bu müstəqil formadır. Bundan sonra isim gəlməz. Bunların xüsusiyyəti nədir? Deməli, bunlardan sonra isim işlənməz. İsimsiz forma. Rahat bir şəkildə cümlənin əvvəlində verirsiniz. Tutaq ki, mine və yaxud, deməli, theirs at or at home. Deməli, tutaq ki, verirsiniz, məsələn, deyir ki, mənim açarlarım hardadır? Onların açarları, məsələn, deyir ki, onlarınki evdədir. Theirs are at home. Və yaxud da belə verə bilərsiniz. These are theirs. Rahat bir şəkildə cümlənin əvvəlində də işlətdim, sonunda da işlətdim və gördüyünüz kimi, baxın, fikir verin buna. Deməli, rahat bir şəkildə belə işlətdim və əlavə olaraq, deməli, gördünüz ki, theirs are at home and these are theirs. Bəzən bizə tərcümədə lazım olacaq. Məsələn, deyir ki, və tutaq ki, və yaxud da ki, bunlar kimindir? Deyir ki, whose keys are these? Bunlar kimin açarlardır? O da deyir ki, these are yours.
Mine is here. Deyir ki, bunlar səninkilərdir, mənimki buradadır. Baxın, ona görə tərcümə tələb edən təbii ki, belə deyim, suallar olacaq. Onlara diqqətlə fikir verirsiniz. S-ilə bitənləri də deməli dedim. Əlavə olaraq gəlin burada mən homonimliyi izah edeyim. Homonim nə deməkdir? Eyni bir sözdür, amma müxtəlif funksiyaları var. Məsələn, bura yazıram. Yəni neçə yerdə gördüm bunu. Tutaq ki, his, burada verirəm its və her. His deməli nə oldu? İsimli, həm də isimsiz forma. Həm isimli formadır, həm də isimsiz formadır. Həm isimli formadır, həm isimsiz formadır. Her də deməli, həm obyekt əvəzidir, həm də isimli formadır. İsimli. Necə tapasınız? Mən sizə dedim. Deməli, obyekt əvəzliyidirsə, ondan sonra isim verməyəsiniz. Tutaq ki, bayaq izah elədim. Məsələn, biri var veribdir for her. Heç nə yoxdur, baxın, nöqtə. Bu obyekt əvəzliyidir. Bir də var yazıb ki, for her birthday. Onun ad günü üçün. Burada artıq bu yəli əvəzliyidir. Yəlik, yəni müstəqil, asılı forma. Çünki isim işlənirsə, isimdən asılıdır, o asılı forma adlanır. Bax, fikir verdiniz burada. Diqqət eləyirsiniz, baxın. For deməli, her birthday. Baxın, bunu belə işarələyirəm. Deməli, burada da veribdir ki, təkcə her. Təkcə burada da her veribdir. Buna da belə diqqət edirsiniz. Vəssalam. Bunu da belə bu formada işlətdik. Deməli, əlavə olaraq nələrə diqqət eləyəsiniz? Bunu qoy başqa forma ilə verin. Sərgəli görünmür. Aha. Deməli, baxın. Bir də qalsın. Deməli, baxırsınız, əlavə olaraq bunları yazdım. Dedim, hansılar deməli homonim oldu. Bir də təkrarlayıram. It homonim oldu. Her homonim oldu. His, deməli, its. Baxın, gördünüz. Her, his, its. Deməli, bunları belə yadınızda saxlayırsınız. Deməli, keçirik digərlərinə. Əlavə olaraq belə bir şeylər görəsiniz. It apostrof s başqa şeydir. Deməli. Dəqiqə bunu silirəm. Baxırsınız. Deməli, it apostrof s. It apostrof s. Deməli, baxırsınız. Başqadır. Yəni, ondan sonra en artiklı gələ bilir. Digərindən sonra gələ bilmir. Amma bu apostrof olanda gələ bilir. Sifət gələ bilir. Söz önü gələ bilir. Söz önü gələ bilir. So gələ bilir. Saç gələ bilir. Bunlar da belə. Veri gələ bilir. Bunları belə yazı saxlaya bilər. Apostrof s-dən sonra bilirsiniz də nələr işlənər, nələr işlənməz. Onu siz deməli, yəlik hal bölməsində üzərindən belə deyim, keçid eləmişsiniz. Baxırsınız, əlavə olaraq, deməli, bunu yazdım. It apostrof s, en sözünü sol saç ver. Deməli, digər tərəfdən gəlirik, fikir veririk burada nəyə? Keçirik, deməli, buradan. Arada nəsə yadımdan çıxsa, deməli, təzədən keçid eləyəcəm. Deməli, biz isimsiz formanı, bax, mənim dostumu bu şəkildə verə bilir. My friend, bir də yazıram ki, a friend of mine. Yəni, nə quruluşu? Burada isim. Burada nə quruluşuydu? Baxın, my friend-də nə quruluşudur? Deməli, isimli forma, üstə gəlinsin isim. Burada da əksi nədir? İsim, üstə gəlinsin, oflu isimsiz forma. Belə yadınızda qalar, baxın, isimli forma, plus isim. Burada da isim plus isimsiz forma. Yəni, çox rahat bir şəkildə yazı saxlaya bilərsiniz bunu. Yəni, haradasa görsəz, bu sizi çaşdırmasın. Baxın, bunu belə yazıram. İsim plus isimsiz forma. Bunu da başqa rəngindən işarəliyim. Aha. Deməli, isim plus isimsiz forma. Yəni, yazıram ki, onun dostu. Her friend. Bir də yazıram ki, a friend of hers. Bir də bu formada yaza bilərəm. Deməli, digər tərəfdən keçid eləyirəm. Demonstrative pronoun. Yox, ondan əvvəl deməli, reflexive izah eləyim. Reflexive pronouns.
Reflexive pronouns nədir? Deməli, qayıdış əvəzlikləri. Reflex yəni əks etdirmək, qayıtmaq deməkdirlər. Ona görə də baxaq, deməli, reflexive deməli pronouns və baxırsınız, deməli, nələr? Reflexive pronouns. Keçid eləyirəm, deməli, myself. Nə ilə düzəlir ümumiyyətlə? Self, service artırasız sözlərə. Self və service. Baxın, gəlirəm, yazıram myself. Self təkdir, service də cəmdədir. Yourself. Herself. Himself. Itself. Sonra gəldi, deməli, ourselves. Yourselves. Və themselves. Deməli, bunları bu şəkildə verdim. Gəlirsiniz digər tərəfdən, deməli, baxırıq. Themselves. Nələrə fikir verəcək? Myself A ilə uzlaşacaq. Mən aynada məsələn özümə baxdım. Bu U ilə uzlaşır. Bu, deməli, qadın cinsi she ilə, kişi cinsi he ilə, digəri it ilə və selves we ilə. Yourselves, deməli, you ilə, themselves də, deməli, they ilə uzlaşır. Baxın. Gəldi bir digər tərəfdən. Biz bəzən xitab olan cümlələri görəcəyik. Məsələn, yazır ki, tutaq ki, Akif. Deməli, yazır ki, tutaq ki, özünü günahlandırma. Don't blame. Bir dənə Akif sözüdür də burada, düzdür, görürsünüz, təkdə olan bir xitabdır. Bu təkdə olduğuna görə, deməli, biz bunu verəcəyik, deməli, nə ilə? Baxırsınız. Akif, don't blame, deməli, bax, yourself ilə verəcək. Özünü günahlandırma. Görürsünüz. Amma bir də var yazıram ki, children, cəmdə olan da bizim xitabımız. Bu zaman tutaq ki, children, neyinin? Tutaq ki, mənə baxın. Mənə baxın yox, deməli, özünüzə yaxşı baxın. Take care of, baxın, yourself. Baxın, özünüzə yaxşı baxın, gördünüz. Yəni, xitab olan cümlədə yourself, yourselves-dən istifadə edəcək. Digər tərəfdən nələrə diqqət edirik? Baxın, burada verir ki, tək başına yaşamaq, tək başına, tək başına, tək başlarına. Bay üstə gəlinsin, istənilən biri. Məsələn, yourself, istənilən biri ola bilər. Yourself, myself, himself. Bu şəkildə. Deməli, əlavə olaraq, dediyim kimi, istənilən birini yaza bilərsiniz. By vasitəsi ilə. Baxın. Bir də var. Deməli, bunun sinonimi, onda on üstə gəlinsin. İsimli forma üstə gəlinsin. On sözü ilə. Bax, məsələn, tək başıma yaşayıram dediyə on by yourself. Siz belə verin. Məsələn, on your own. Bax, bu şəkildə verirsiniz, gedir. Deməli, bu da onun elə eyni tipidir. Belə, digər tərəfdən deməli, nələrə diqqət edirik. Siz bəzən cümlədə bir neçə, belə deyim, şəxs görəsiniz. Onda diqqət eləyin. Orada mütləq iki başlı suallar olacaq. Yəni, məsələn, mən nəyi nəzərdə tuturam? Tutaq ki, yazır ki, uşaqlar, məsələn, yəni, şəxs çoxdur da, tutaq ki, başda verir uşaqlar, children. Gəlir ortada verir ki, the teacher. Axırda da gətirir, yazır bir dənə, tutaq ki, məsələn, yenə ortalarda bir yerdə yazır ki, director, direktor, məsələn. Belə bir şey yazırsa, mütləq fikir verin. Yəni, orada, məsələn, tutaq götürür, yazır ki, direktor özü onunla görüşdü, direktor onun özü ilə görüşdü. Bax, belə suallar da olacaq. Tutaq ki, yazır ki, director
Met məsələn. Met yazmayaq. Gördü onu yazaq. Saw her. Məsələn. Direktor. Bir daha bunu da deyim. Direktor burada kişi də ola bilər, qadın da ola bilər. Yəni bizim cavab variantımız himself də ola bilər, herself də ola bilər. Buna diqqət edirsiniz. Yəni elə suallarımız deməli olacaq ki, məsələn, doktor yazsam, həkim kişi də ola bilər, qadın da ola bilər. Teacher yazsam, kişi də ola bilər, qadın da ola bilər. Amma bir də var, yazsın tutaq ki, waitress. Actress yazsın. Aktrisə qadın olur da bilirsiniz. Buna görə burada ancaq herself keçərlidir. Hə, götürüb məsələn yazıram ki, tutaq ki, director, so, məsələn, Aynur, bir yaza bilərəm ki, belə ola bilər. Bax, 2 dənə cavab ola bilər. Aynurun özünü gördü, herself. Aynuru özü gördü. Deməli, bir Aynurla əlaqəli götürüb bu sualı cavablaya bilər. Baxın. Bir də ola bilər ki, direktorla əlaqəli götürüb həmin sualı cavablayalar. Yəni, ola bilər direktor olmaz, elə bir şey verər ki, konkret bilərsiniz o qadındır, yoxsa kişidir. Yəni, buna da diqqət edirsiniz. Direktor yazmayın bura. Tutaq ki, yazım ki, məsələn, waitress. Waitress də yazmayın, gözləyin. Elə bir şey yazım ki, baxın, tutaq ki, götürüb bura waiter yazıram, kişi cinsində. The waiter, deməli, so, Aynur, deməli, herself və yaxud da dediyim kimi götürüb yaza bilər ki, ofisant özü gördü Aynuru. Bir də yazar ki, ofisant Aynurun özünü gördü. Hə, ona görə də deməli, dediyim kimi ola bilər ki, tamamlığa görə cavablayasınız və yaxud da ki, başdakı mübtəliyə görə cavablayasınız. Bu bir sual tipimiz. Deməli, dediyim kimi burada Aynur, himself və ya her self. Sual tipindən asılıdır. Yazıram, sual tipindən asılıdır. Bir də necə suallar verir? Götürür yazır ki, o nəinki şəhərin özünü. Bax, 2 dənə nöqtə olan suallara yaxşı fikir verin. Deyirəm ki, I like, əsasda not only but also. I like not only the city nöqtə qoyur, but also nöqtə qoyur. Deməli, tutaq ki, yazaq ki, onun, deməli, people, onun insanlarını. Aha. Burada görürsünüz, bizim birinci diqqət eləməyimiz olan şey, deməli, birinci nöqtədən əvvələ baxmalıyıq. Birinci nöqtədən əvvələ. Baxın, nöqtədən əvvələ, baxın, city yazıb, düzdürmü? Burada city cansız olduğuna görə biz götürüb verəcəyik orada, deməli, it, self. Və ikinci tərəfə də ona uyğun its. Birinci tərəfə yazırsınız qayıdış, qayıdış. İkinci tərəf, axı isim verib, görürsünüz, nöqtədən sonra isim veribdir. Burada yazır people. İkinci tərəfə də isimli forma. Ona görə də deməli, burada başqa bir şey də ola bilər. Deyər ki, nəinki müəllimin özünü, xasiyyətini də xoşlayıram. Götürürəm, buradan bir şey əlavə eləyirəm bura. Deməli, city yerinə, tutaq ki, mən burada yazmışam, məsələn, teacher. Teacher yazmışam. Burada da, deməli, ona görə məcbur verəcəm. Əgər teacher yazsaydım, cavabım nə olacaqdı mənim? Tutaq ki, heç bura city yazmamışam. Teacher yazsaydım, olacaqdı mənim cavabım, deməli, herself, her. Herself, her. Nəinki, deməli, onun xasiyyətini də xoşlayıram. Character yazaq. Aha. Belə bu formada diqqət eləyəsiniz bunlara. Deməli, burada qayıdış əvəzlikləri ümid edirəm ki, sizin üçün aydın oldu. Deməli, gəlirəm digər tərəfdən izah eləyirəm mən. Deməli, demonstrative pronouns. Demonstrative pronouns. Demonstrative pronouns, deməli, this, that, these, those.
Deməli, baxırıq. Biraz ara məsafəsi qoyaq. Baxın. Deməli, this nə bildirir? Bunlar bildirir yaxını, bu ikisi. Amma bunlar bildirir uzağı. Uzaq. Biri cəmdə işlənir. Baxın, bunlar. Bu tək formasıdır ikisində. Bunlar da cəm formasıdır. Biri this'in cəm formasıdır, biri that'ın cəm formasıdır. Uzağı bildirir. Buradan deməli diqqət eləyəcəm ona görə. Tək cəm məsələsinə görə one-la birləşə bilirlər. This one. This ones. Ones cəmlənir. Burada da deməli tutaq ki yazıram ki that one. Bilirsiniz də one-dan ismi təkrarlamamaq üçün istifadə olunur. Those ones. Və həm isimli, həm isimsiz işlənə bilər. These are my. Deməli, books və yaxud these are, deməli, these books are here. Buradadır. Və yaxud da eyni qayda those are friends. Və yaxud da ki deyirəm ki those friends are lovely. Aha. Bunu bu formada verdim. Deməli gördünüz. Əlavə olaraq bunları işlətmək üçün bax, məsələn götürür, mən tapşırıqlarda görmüşəm, yazır ki look, tutaq ki at the corner of the room. Otağın deyir küncünə bax. Otağın küncü deyirsə uzağı işarə edir də, düzdür? Uzaq. Ona görə də biz burada tutaq ki that ya da those veririk. Those. Aha. Corner bax künc sözüdür. Aha. Bu belə corner of the room. Deməli gəldi əlavə olaraq nəyə fikir veririk? Baxırsınız. Uzaq yaxını bildirən sözlər. Bax, keçmişdə olan bir şeydən bəhs eləsəm, keçmişdə hadisə. Tutaq ki, deyirəm ki, in 1990, in deməli 1990, baxın, belə bəhs eləyirəm, deyirəm ki, o illər, those years. Niyə burada those years verdim? 1990-dan söhbət eləyirəm. Keçmişdən danışıram, düzdürmü? Ona görə də bunu bu formada veririm. This də deməli that, those onun üçün istifadə olunur. Əlavə olaraq deməli gəlirik burada biz hansı sözlərlə istifadə edirik? Deməli this və that üçün this üçün daha doğrusu this və these üçün istifadə edirəm. O və here sözündən, niyə sözündən yaxın, tutaq ki close sözündən. Baxın, bunlardan istifadə edə bilərsiniz. Və yaxud da ki, that-lə those-u bildirmək üçün istifadə edirəm. O və they sözündən, far sözündən uzaq deməkdir. Baxırsınız, bunlardan deməli istifadə edə bilərsiniz. Gəldi deməli, əlavə nələrə diqqət edirik. Bu ümid edirəm ki, sizin üçün anlaşıqlı oldu. O qədər də çətin deyil. Əlavə burada fikir veririk. Those həm this olsun, those olsun. Həm canlı, həm də cansız üçün işlədilə bilir. Canlı və cansız. Yəni istəsəm deyərəm ki, bunlar, məsələn, tutaq ki, those məsələn canlı əvəz edə bilir. Deyərəm ki, I love those who, deməli, tutaq ki, always, deməli, mən o insanları sevirəm ki, həmişə, tutaq ki, məsələn, deməli, pray, dua eləyirlər. Görürsünüz? Baxın, deməli, burada those insan mənasındadır, those. Heç nə verməmişəm, sadəcə burada insanları nəzərdə tutmuşam.
Keçid eləyirəm. Deməli, reciprocal pronouns. Reciprocal pronouns. Reciprocal. Qarşılıq əvəzlikləri. Bu da each, other, one, another. Deməli, nədən yazı saxlayırsınız? Each other, baxın, iki nəfər arasında iki. Belə oxunmur bu. İç. Tutaq ki. İki yazıda saxlayın. İki. One another da əksinə bir yazılıb, one bir deməkdir də. Amma tərcüməsi iki plus. Yəni ikidən çox. İki və ikidən çox. Deməli, bunlar əvvəla bildirim cəmlənə bilmir. Yazanmarıq tutaq ki. Each, others olanmaz. One, another da olanmaz. Və yazı saxlayırsınız ki, another daha doğrusu. Və bu yazdıqca yerlərini də dəyişməyin. Each, another yazanmarsınız məsələn. Və yaxud da one, other yazanmarsınız. Bunu belə yazı saxlayırsınız. Belə yazı saxlayırsınız. Bu formada deməli işlədə bilməyəsiniz. Olmaz bu formada işlətmək. One, tutaq ki, others. Yazıram all. Baxın. Aha. All must. Bu belə. Əlavə deməli nələrə diqqət eləyəsiniz. Baxın. Onlardan sonra isim gələ bilər. Yəni apostrof s ilə işlənə bilir. Yadınızda saxlayırsınız. Apostrof s ilə deməli işlənə bilir. İşlənə bilir. Baxırsınız məsələn. Each, other, each others məsələn. Book və yaxud one, another's book, bir-birinin kitabı. Amma apostrof s varsa işlədə bilərsiniz, yoxsa işlətməyəsiniz. Deməli, digər tərəfdən nələrə fikir veririk? Baxırsınız, deməli, iki nəfər arasında olur da, düzdür, one another-da bir neçə nəfər. Deməli, they verb-dirsə, yazır ki, they və yaxud da we. Bizlə onlar deməkdə, düzdür. Bu biz, deməli, onlar iki nəfər də ola bilər, çox adam da ola bilər, düzdür. Ona görə burada siz həm deməli, each other, həm də one another işlədə bilərsiniz. Olar. Əlavə olaraq, bəzi sözlər var, yəni konkret biz baxanda bilirik ki, o, məsələn, ikili bildirir. Tutaq ki, twin əkiz deməkdir. Əkiz varsa, deməli, each other olur da. Və yaxud da couple, cütlük deməkdir. Burada yenə iki nəfəri bildirir. Ona görə orada istədirsiniz, deməli, nə? Each other. Deməli, bu formada. Deməli, ümid edirəm ki, sizin üçün anlaşıqlı oldu və bu cür videoların davamı üçün səhifəni bəyənməyi, videonu bəyənməyi, səhifəyə abunə olmağı, paylaşaraq dəstək olmağı unutmayın. Şərhlərdə hansı bölmədə çətinliyiniz varsa qeyd edin. Həmin bölmə üçün yeni bir video hazırlayaq.